Değerli izləyicilər, bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan televiziyasında struktur dəyişikliyi, bəzi şöbələr birləşdirilir, islahatlar aparılır. Azərbaycan Dövlət Teleradio Verilişlər Qapalı Səhmdar Cəmiyyətində bəzi şöbələrin birləşdirilməsi ilə bağlı struktur dəyişikliyi həyata keçirilir. Globalnet.com xəbər verir ki, əsas məqsəd daha kompakt və effektiv idarə etmə sisteminin formalaşdırılmasıdır. Məsələ ilə bağlı qurumdan bildirilib ki, həm administrativ, həm də yaradıcılıq istiqamətində format dəyişikliyi aparılır. Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində bəzi şöbələr digər şöbələrlə birləşdirilir və daha güclü kadr potensialının formalaşdırılmasına üstünlük verilir. Bildirilib ki, müasir dövrün tələbləri 10-20 il əvvəlkindən ciddi şəkildə fərqlənir. Qurumdan əlavə olunub ki, ictimaiyyətin maarifləndirilməsi, məlumatlandırılması, mədəni təfəkkürün inkişafı və idmandan faydalarının təbliğatı kimi əsas istiqamətlər daha da inkişaf etdiriləcək. Bu dəyişikliklər nəticəsində izləyicilərə daha maraqlı və keyfiyyətli kontent təqdim olunacaq deyə məlumatda vurğulanıb.